2 may Avstraliyada Braziliyalı döyüşçü Carlos Prates Avstraliyalı ex-UFC çempionu Jack Della Maddalena ilə qarşılaşdı. Diz zərbəsi ilə Prates döyüşü başlayır. Ardınca Haykik hədəfə çatır. Maddalena laxlanır. Prates onu qəfəsə sıxıb tutarlı zərbələr keçirdi. Baxmayaraq ki, 1-ci raundda Della Maddalena yaxşı təsir bağışlayır, 2-ci raundda Braziliyalı siqaret həvəskarı Haykiklə onun aqlavına salır. Ev sahibinə durmağa icazə verir ki, ayaq üstə onu məhv eləsin. Jack yenə yıxılır. Prates siqaretini söndürməyə yaxın olur. 3-cü raundda rəqibini yıxmaqdan bezən Carlos döyüşü tez bitirmək qərarına gəlir və Della Maddalenanı amansızcasına əzir. Referi döyüş saxlayır və Carlos Prates 3-cü raundda texniki nokautla qələbə qazanır.